Salam əziz tələbələr. İndi isə sizlərlə belə bir hesab əməlləri mövzusuna aid test tapşırığına baxırıq. Deməli, burada nəyə fikir vermək lazımdır? Sadəcə şərtdə yazıb ki, sual əvəzinə hansı ədəd yazılmalıdır. Qayda isə belədir ki, burada verilmiş hərfləri görürsünüz yəqin ki, M, N, P, Q belə hərflər verilibdir və qayda bundan ibarətdir ki, bu hərflərin yerinə 1-dən 9-a qədər ədədlər yazılmalıdır. İndi burada sıfırdan fərqli olmalıdır sözünü yazmayıb deyə biz bura 0 da verə bilərik əslində. Amma elə bir şey eləməliyik ki, aşağıda verilmiş 348 və 232-ni ala bilək. Ona görə də təbii ki, burada 0-dan istifadə eləmək olmayacaq. Deməli, birinci növbədə fikirləşək ki, 1-dən 9-a qədər rəqəmlər verilməlidir hərflərin yerinə. Bu qayda ilə məsələn, nəyə vurub 348 tapa bilərik, nəyə vurub 232 tapa bilərik. Bu biraz uzun yoldur. Ən sadə variant budur ki, sağ tərəfdə görürsünüzmü nəyə vurublar? M-in vurulsun, P, Q yazıblar, düzdürmü? Vurma əməli zamanı birinci bilirik ki, Q, Q hərfini birinci M-nə vurmaq lazımdır. Bunu da onsuz da özü vurub yazıb. Ona görə də biz sadəcə gətirib buraya yazırıq 232. Yəni bizə deyir ki, Q-nü M-nə vuranda onsuz da 232 eləyir. Biz də onu sadəcə yazdıq bura. Daha sonra vurma əməlində nəyə vurmalıyıq? P-ni yuxarıdakı M-nə vurmalıyıq. Bunu da özü vurub yazıbdır 348 olaraq. Həmin bu 348-i gətirib 232-nin aşağısından elə yazırıq ki, vurma əməlindəki qaydalara riayət edək. Daha sonra bilirik ki, bu hissədə verilmiş ədədləri toplamaq lazımdır. Bunları toplasaq 2 aşağı düşür, 1, 7 və 3. 3712 olduğunu tapırıq və buna görə də düzgün cavabımız olur Y variantı.